5 Arj Musinzi, 7 Rovlan Muradov, 8 İsmail İbrahimli, 9 David Volkov, 11 Junior Martins, 17 Iron Gomis, 19 Rüfet Abdullazade, 25 Enrique Custodio. İşare verildi, oyun başladı. Sumqayıt Zirə Misri Premier Ligası 19. tur. İndi korneri yerinə yetirməyə olar. Qismətin ötürməsi ön dirəyə. Iron Gomis'in zərbəsi alınmadı ama bu top Zirədə qalır. Yenidən qismət. Daha bir ötürmə qapı qarşısında Ruan Renato. Zərbə indirə bilmədi ama çok geniş hücum xətti yaranır Custodio və Rovlan Muradovun sayəsində Zirədə və bundan istifadə etməyə çalışırlar. Volkov aldatı bir rəqibini. Volkovun zərbəsi və gol! David Volkov hesabı açır. Zirə 24-cü dəqiqədə öz istəyinə çatdı. Uzun aradan sonra, zədəsiz sağalandan sonra yaşıl meydanlara qayıdan David Volkov ardıcıl ikinci oyunda fərqlənməyi bacarır. Gürcüstanlı forvardın qayıdışı Zirə için çok yerine düştü. Çok düşərli oldu. Komandanın hücum xətti ilə bağlı olan problemlərini həll edə bilər Volkov. Bunu bir daha sübut edirkən izləyə epizodun təkrarını bir hərəkətlə bir rəqibindən sıyrıldı və dərhal qapının uzaq küncünə zərbə indirdi. Səbuh Abdulazadədən sıyrılmışdı və Beskaravaynın demək olar ki, ayaqları arasından çox qüvvətli və Mehdi Cənnətov üçün qarşı alınmaz zərbə indirdi. Cərmə meydançasının kənarından zərbə indirib golu vurub David Volkov. Zirə bu göstəricidə liqanın ən yaxşısıdır. Cərmə meydançasının kənarından vurulan bu artıq 7-ci gol oldu. Əziz tamaşaçılar. Ninkovic. 1-1. Daha bir şedevr. İzləyə təkrarı. Ninkovic önü boş idi. Önünü heç kim bağlamamışdı ama kim gözləyə bilərdi ki o məsafədə Ninkovic zərbə indirəcək. Rovlan Muradov topun gerisindədir. Rovlanın zərbəsi və gol! Rovlan Muradov! Cərmə zərbələrinin mahir ustası odur əslində. Onun topun gerisində olduğunu düşündüm ama o Qismət Aliyev düzdür istəməz tamaşaçılar. İstənilən halda çox gözəl bir gol vuruldu. Qismət Aliyev komandanın kapitanı fərqlənir. 2-1. İlk hissədə artıq 3-cü gol izləyirik. Qismət Aliyev komandasını hesabda önə çıxardı. Rovlan da yanındaydı. Bəli. Mən də çaşdıran məhz buydu ama zərbəni Qismət indirdi. Canlı zəttin üzərindən topu Mehdi Cənnətovun qorumadığı küncə yönətdi. Mehdi çox çalışdı, çox səy göstərsə də topa çata bilmədi. Kibir 10 dəqiqə ərzində 3 gol vuruldu bizim maçda. Zərbələr ustası Papunaşvilidir, o ehtiyatdadır. Rovlanın zərbəsi bu dəfə Mehdi Cənnətov qaytarır. Təkrar zərbə yedi Mehdi Cənnətov. Yedi, çox təhlükəli idi. Bu dəfə bax, Rovlan Muradov fərqlənə bilər. Ninkovic aldı. Bu isə Rovlan Muradovun bir qədər öncə indirdiyi cərmə zərbəsi. Topu mərkəzə yönəltdi Mehdi Cənnətov. Kapitanlara sözünü çatdırdı. Ninkovicin ötürməsi qapı qarşısına. Başla zərbə və son anda Thiago Silva. Ümumiyyətlə geri dönüşləri sevən komandadır. Son dəqiqələrdə gol vurmağı da sevirlər. Ötürmə qapı qarşısına. Cinahdan Thiago Silva. Ramalingom. Vüsal Paşayev. Ninkovic. Çəkdi sağına, daha bir zərbə uzaqdan. Ramalingom. 2-2. Tanrı Ramalingom və gəlin izləyək. Ninkovicin daha bir zərbəsi ötürməyə çevrildi. Ruan Renato'nun yanından top bağladılar. Geriyə çəkilmə məcburiyyətində qaldı. Iron Gomis. İsmail İbrahimli. Gomis. Yox, bu Rüfətin zərbəsi. Oy. Dəfələrlə biz Rüfətin Səbayılda Sumqayıtda belə qollarını izləmişik. Hətta dirəyə top dəydi.
Ve əks hücum Zirənin ifasında Ruan Renato dələsi hücuma. Renato, solda Mikels var. Ötürdü topu Mikels'e. Mikels kapı karşısında yerle ötürmeye ve son anda Masaki Murata. Ruan Renato. Ruan Custodio ile oynadı. Enrique Custodio cərimə meydançasında kapı önüne ötürme. Kapıya zərbə ve gol! Georgi Papunaşvili. Zire'nin hesabda önde 3-2. Bir neçə dəqiqə öncə belə bir imkan olmuşdu, amma Vasquez Papunaşvilini qabaqladı. Bu dəfə heç kim Papunaşvilinin önünü kəsə bilmədi. Custodio vaxtında özünü topa çatdırır, iki futbolçu arasında ötürmə verir və Papunaşvili demək olar ki, penalti nöqtəsinin üzərindən topu Sumqayıtın qapısına göndərir. Sumqayıt 2, Zirə 3. Hesab 2-2 olarkən hələ ki son qolu izləməmişik demişdim. Və budur, Zirə 3-cü qolu vurdu. İki futbolçunun arasında Nihat Əhmədzadə və Höccət Haqverdinin arasından topu ötürdü qapı önünə. Custodio özünü çatdırdı topa və Papunaşvili üçün ideal imkan yarattı. Höccət Haqverdi. Və bu da finaldir. Sumqayıt Zirə qarşılaşması Zirənin 3-2 hesablı qələbəsi ilə yekunlaşır. İlk hissədə. Əvvəlcə Zirə hesabı açdı. Sumqayıt onu tez bir şəkildə bərabərləşdirdi. Amma fasilə Zirə hesabda öndə yollandı. İkinci hissə başlamaz hesabı bərabərləşdirdi Sumqayıt. Amma oyunun sonlarında Georgi Papunaşvilinin 88-ci dəqiqədə vurduğu gol Zirəyə o çoxdan gözlənilən qələbəni qazandırdı.